Azərbaycan Xalq Cümhuriyyətində mədəni quruculuq və ərazi bütövlüyü uğrunda mübarizə. İlk öncə başlayırıq mədəni quruculuq tədbirlərindən. Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyətində milli mədəniyyətin ümumiyyətlə inkişafına çox böyük diqqət yetirirdi. Xalq maarif sahəsində ən birinci vəzifələrdən biri təhsil sistemini yenidən qurmaq və milli kadrları hazırlamaq idi. Yəni təhsil sistemini yeniləmək və ora yararlı, faydalı kadrlar, müəllim heyətini yetişdirmək idi. Təhsil sistemini milli zəmində yenidən qurmaq üçün 1918-ci il avqustun 28-də məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul olunur. Ümumiyyətlə bunu yadda saxlamalıyıq ki, Xalq Cümhuriyyətində milliləşdirmə yoxdur. Yəni özəlləşdirmə tərəfdarı idilər. Ümumiyyətlə iki tip sistem var. Bunu qeyd edək. Milliləşdirmə və özəlləşdirmə. Milliləşdirmə odur ki, xalqın əlindən dövlət malını, mülkünü, varını, yoxunu alır və dövlətin hesabına keçirir. Yəni hər şey dövlətin olur. Şəxslərin xüsusi mülkü olmur. Amma kapitalizm dövründə əsas özəlləşdirmədir, özəl müəssisələr. Məsələn, hal-hazırda dövlət xəstəxanaları ilə yanaşı özəl xəstəxanalar var. Dövlət məktəbləri ilə yanaşı özəl məktəblər var. Buna özəl sektor, xüsusi sahibkarlıq deyilir. Yəni xalqa icazə verilir, şərait yaradılır ki, onlar xüsusi mülk, xüsusi sahibkarlıqla məşğul olsunlar. Və bu dövlətin də faydasına, xeyrinə ola bilən bir şeydir və kapitalizm dövrünün ən önəmli ünsürlərindən biridir. Bunu yadda saxlayaq ki, kapitalist ölkələri ümumiyyətlə özəlləşdirmə tərəfdarıdır. Amma Sovet sosialist ölkəsi, eləcə də faşist, yəni Almaniya kimi faşist Hitlerin dövründə olan o faşist ölkələri isə daha çox milliləşdirmə tərəfdarıdır. Milliləşdirməni biz Sovetdə öyrənirik daha çox. Çünki Sovetlər milliləşdirmə edir, xalqın mülkünü əlindən alır, dövlətin ixtiyarına keçirir və xalqda hər kəsin bərabər olmasına çalışırdı. Əhalinin xüsusi sahibkarlıqla məşğul olmasını istəmirdi. Xalq Cümhuriyyəti isə kapitalizmi dəstəkləyən, modern düşüncəli, yenilikçi bir ə, dövlət olduğunu və onun qurucularının belə qurucular olduğunu düşünəndə onların da özəlləşdirmə tərəfdarı olacağı təbii ki, məlumdur. Bundan əvvəlki mövzuda da qeyd etmişdik ki, Bakı Soveti bəzi sahələri, zavodlar, fabriklər, eləcə də Xəzər dənizi donanması və s. bunları milliləşdirmişdi və əllərindən almışdı sahiblərinin. Xalq Cümhuriyyəti xüsusi qərarla bunu qaytarıb verir öz sahiblərinə. Yəni bu o deməkdir ki, Xalq Cümhuriyyəti modern düşüncəli və xüsusi sahibkarlığın özəlləşdirmənin tərəfdarı olan bir idarəçilik sistemi idi. Amma məktəbləri milliləşdirmə məqsədi o idi ki, məktəblər təhsil sistemi milli yönündə irəliləsin. Yəni ümumiyyətlə hər bir dövlətin təhsil sistemi, hal-hazırda kurikulum sistemi o millətin öz mənəviyyatına uyğun olaraq, mentalitetinə belə deyək, uyğun o şəkildə qurulur. Bizim də kurikulumumuz bu şəkildə hazırlanıb və bu dövrdə də təhsil bizim öz milli səviyyədə həyata keçirilməsi üçün onu milliləşdirir. Deməli, Xalq Cümhuriyyətinin yeganə milliləşdirdiyi sahə təhsildir. Digər sahələri isə özəlləşdirirdi. İbtidai məktəblərdə şagirdlər ana dilində təhsil alırdı və bununla yanaşı xüsusi ayrıca Azərbaycan dili də onlara tədris olunur. Hal-hazırda olduğu kimi. Orta təhsil müəssisələrində də tədris dövlət dilində aparılmalı idi, yəni Azərbaycan dilində. Təhsil müəssisələrində, dövlət idarələrində, orduda, məhkəmələrdə dövlət dilindən istifadə ümumiyyətlə mühüm əhəmiyyət kəsb edirdi. Bundan əvvəl Çar Rusiyasının tərkibində olduqlarına görə Çar Rusiyası rus dili tələb edirdi. Amma artıq Xalq Cümhuriyyəti öz ana dilini mənimsətməyə çalışır, ona görə də Azərbaycan dilinə üstünlük verir. Qadınların təhsilinə xüsusi diqqət yetirilirdi və orta təhsil müəssisələrində azərbaycanlı qızların sayı artmağa başlayırdı. Bununla yanaşı milli kadrların hazırlanmasına qədər dövlət idarələrində rus dilindən istifadəyə icazə verilirdi. Yəni Azərbaycan dilində danışmaqda çətinlik çəkənlərə kadrlar yaranana qədər rus dilində danışmağa icazə verilirdi. Və ölkədə müəllim kadrları hazırlamaq üçün qısa müddətli kurslar təşkil olunurdu. Məktəblərdə türk xalqlarının tarixi fənni tədris olunurdu ki, bu da o dövrdə böyük ruh yüksəkliyi ilə həyata keçirilən tədrislər cəmiyyətin həyatında baş verən proseslərlə əlaqədar idi. Maarif işçilərinin maddi təminatı, onların güzəranının yaxşılaşdırılması həmişə diqqət mərkəzində idi. Bu sahədə qəbul olunmuş qanuna görə müəllimlərə xeyli imtiyazlar verilməli idi. Əlavə işlər görərdisə, bu zamanda xüsusi cədvəl üzrə onlara əlavə əmək haqqı ödənilməli idi. Milli hökumət pedaqoji kadrların hazırlanmasına böyük diqqət göstərdi. Bu məqsədlə Qor müəllimlər seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürülür. Ali təhsilin təşkili və ali təhsilli kadrların hazırlanması üçün müxtəlif təhsil müəssisələrinin yaradılması nəzərdə tutulmuşdu. Amma yalnız bir universitetin açılması mümkün olur. 1919-cu ilin sentyabrın 1-də parlament Bakı şəhərində Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında və bir də 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ölkələrin
ali məktəblərində təhsil alması üçün göndərilmələri haqqında qərar qəbul edir. Deməli, 1919 1 sentyabrda 2 qərar qəbul edilir. Birinci Bakı Dövlət Universitetinin yaradılması, ikincisi isə 100 gəncin xarici ölkələrdə təhsil almaq üçün göndərilməsi idi. Və bu universitetdə tarix, filologiya və tibb fakültələri ilk dəfə bunlarla fəaliyyətə başlayır. Hökumət müxtəlif sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlamaq üçün bütün imkanlardan istifadə edirdi. Bu məqsədlə 100 nəfər azərbaycanlı gənc xarici ölkələrin ali məktəblərində təhsil almağa göndərilmişdi. 13 nəfər də Rusiyada təhsil almalı idi, amma Rusiyadakı vəziyyətlə əlaqədar olaraq 13 nəfəri ora göndərmək mümkün olmadı. Yəni bu dövrdə Rusiyada vətəndaş müharibəsi gedirdi və buna görə də onları göndərmək mümkün olmur. Cümhuriyyət hökuməti kitabxana işinin də inkişafını diqqətdə saxlayırdı. Xalq Cümhuriyyəti əhalinin maarifləndirilməsi sahəsində dövlət və kütləvi xalq kitabxanalarının açılmasına mühüm əhəmiyyət verirdi və Bakıda fəhlələr arasında mədəni maarif işlərinin aparılması məqsədilə xalq evləri təşkil olunmuşdu. Mədəni sahədə keçirilməsi nəzərdə tutulan islahatlardan biri də əlifba islahatı idi. 1919-cu ildə Xalq Cümhuriyyətinin qərarı ilə yaradılmış əlifba islahatı komissiyası Latın əlifbasının keçirilməsi haqqında layihəni təqdim eləyir və bu layihə bəyənilir, amma Sovet Rusiyası ölkəni işğal etdiyinə görə bu əlifba islahatını axıra kimi keçirmək mümkün olmur. Deməli, Müəssislər Məclisinə seçkilərdən sonra ikinci yarım qalmış islahat əlifba islahatı idi. Azərbaycanda ideya istiqamətinə görə bir-birindən fərqlənən xeyli qəzet və jurnal çıxırdı. Hansı ki, əvvəlki dövrdə Rusiya Azərbaycana qəzet, jurnal çıxarmasına icazə vermirdi. Hökumətin 1918-ci ilin noyabrında qəbul etdiyi qərara əsasən senzura ləğv olunmuşdu. Senzura qəzet, jurnal üzərində, kitablar və s. kimi üzərində dövlətin nəzarətidir. Bu ləğv olunur. Çar Rusiyasının dövründə də, Sovetin dövründə də senzura qəti şəkildə çox möhkəm şəkildə həyata keçirilirdi. Mətbuat azadlığının tətbiq olunması bu işə müsbət təsir göstərir ki, yəni nəyə? Qəzet və jurnalların müxtəlif istiqamətlərdə, müxtəlif ideyalarının çıxarılmasına müsbət təsir göstərir. AXC dövründə 100-ə qədər qəzet və jurnal dərc olunurdu ki, onların da çoxsu Azərbaycan dilində idi. İstiqlal, Azərbaycan, Qurtuluş, Mədəniyyət və başqa tipdə qəzetlər göstərmək olar. Azərbaycan qəzetində həm də Respublika hökumətinin rəsmi sənədləri, qərarları, fərmanları, parlament iclaslarından olan məlumatlar da çap olunurdu. Bakı Dövlət Universitetinin nəzdində müsəlman şərqini öyrənən cəmiyyət yaradılır ki, bu Azərbaycan tarixinin mədəniyyəti, ədəbiyyatı, eləcə də tarixi öyrənilməsinə, təbliğ edilməsinə mühüm işlər görürdü. Türk Ocağı cəmiyyəti yaradılmışdı ki, bunun da məqsədi türk xalqları arasında mədəni əlaqələri möhkəmləndirmək idi. Parlamentin binasında İstiqlal Muzeyi açılmışdı ki, burada Azərbaycanın azadlıq və istiqlalına aid sənədlər, materiallar, arxeoloji tapıntılar, silahlar, rəsm əsərləri, xalçalar və s. kimi toplanmışdı. Xalq Cümhuriyyətinin yaranması ilə milli teatrın fəaliyyətində də canlanma baş verdi. Ümumiyyətlə, teatr Azərbaycanda 1875-ci ildə böyük mübarizələrlə açılmışdı və Xalq Cümhuriyyətinin dövründə dövlət teatrı təşkil olunur. Onun səhnəsində ilk tamaşaya qoyulan əsər Nəriman Nərimanovun Nadir Şah faciəsi idi. Azərbaycan teatrının repertuarında daha çox müstəqillik uğrunda mübarizə tarixinə həsr edilmiş dram əsərləri olurdu. Rəsmi hökumət qəzetlərinin səhifələrində böyük elanlar, rolların ifaçıları barəsində zəruri informasiyalar çap olunurdu. Teatrda tamaşaya qoyulan əsərlərin keyfiyyətinə, cəmiyyətə düzgün bədii zövqün formalaşmasına xüsusi əhəmiyyət verilirdi. Deməli, bu dövrdə Xalq Cümhuriyyəti xalqda milli ruhu formalaşdırmaq üçün teatrda da daha çox tarixi əsərlərə yer verirdi. Milli özünün dərkin dirçəlməsi üçün əməli işlər görülürdü. Tarixi yerlər, şəhərlər, digər yaşayış məntəqələrinin keçmiş adları bərpa olunurdu. Məsələn, 1918-ci ildə Yelizavetpol şəhəri yenidən Gəncə adlanmağa başlayır, Qaryagin isə Cəbrayıl adlanmağa başlayır.